Bilmək istəyirsiniz bu boş paketin içində hansı balaca hekayə gizlənib? Çoxları artıq bilir ki, əl işini mağazadakı oyuncaqlardan fərqləndirən ən əsas amillərdən biri də onun məhz sevgi ilə və kimisə düşünərək hazırlanmasıdır. Bu balaca dovşan hələ körpə dünyaya gəlməmişdən əvvəl onun üçün sifariş edilmişdi. Bibisi istəyirdi ki, ilk hədiyyələrindən biri mağazadan alınmış yox, onun üçün sevgi ilə, əl ilə hazırlanmış oyuncaq olsun. Əvvəlcə ilmə bu dovşanı toxudum, sonra isə yanında ona uyğun əlavə bir oyuncaq və bir də soskadan asılması üçün aksesuar hazırladım. Beləcə 3 hissədən ibarət oyuncaq dəsti yarandı. İndi isə balaca sahibi artıq dünyaya gəlmişdir. Mənə qalan isə bu dəsti sevgi ilə paketləyib yeni sahibinə doğru yola salmaqdır. Ümid edirəm ki, bu dovşan onun uşaqlığının ən isti xatirələrindən birinə çevriləcəkdir. Siz də sevdikləriniz üçün özəl və xüsusi hədiyyələr hazırlatmaq istəyirsinizsə, mənə yaza bilərsiniz.